müqəddəs bir yerdə, müqəddəs bir məkandayıq, ali bir yerdir. Çünki şəhidlərimiz bax burada dəfn olunurlar. Bura bütövlükdə ölkəmizi, şəhərimizin ürəyi, qəlbi sayılan bir yerdir. Bura ali bir məkandır. Elə bir yerdir ki, burada yatan hər bir qəhrəman, yəni öz qanıyla, öz tarixini bizim şanlı tarix səhifəmizə yazıb qeyd edib. Və bu söhbətləri eləməkdə təkrarçılığa da getmək istəmirəm. Gəlmişəm ki, şəxsən şəhidimizin qəbrini ziyarət edeyim. Onun valideynlərinə, yaxınlarına Allahdan səbirlər diləyim. Bilirsiniz ki, hər bir kəsin, hər bir yaranışın bir dəyəri var. Dəyər deyilən bir söz var. Allah qarşısında ən dəyərli olan İslamdır. İslam qədər dəyərli heç nə yox. Ondan sonra gəlir Allahın kitabıdır, ondan sonra nübüvvət bəhsidir, dindarlar buradadır, o işə getməyim. Və şəhidin də məxsusi bir dəyəri var. Bizim adi qəbirstanlıqlarda da dəfn etdiyimiz qohum əqrabalarımız var. Əgər kimsə onlarla bunların arasında fərq görmürsə, deməli o adamın elmi də azdır, səviyyəsi də azdır. Bunlar xalqımız üçün böyük işlər görürlər. Eyni zamanda ailələr yarımçıq qalır, taleylər yarımçıq qalır. Ümidlər, həsrətlər, necə deyərlər ki, sevgi, məhəbbət, arzu, hər bir şeydə hamısı daşın altında qaldı. Mən belə düşünürəm. Mənim də arzularım vardı, sizlərin də arzularımız vardı. O qədər düşünürdük bu barədə, amma gətirdi talih elə çıxartdı ki, bir qara daşa adı yazıldı, şəkili vuruldu, qoyuldu ola. Bunlar hamısı mənim əzizlərim, vətənimiz üçün. Mən də vətənim üçün qocalmışam, sizlər də vətənimiz üçün qocaldınız. Axı bu ölkəni bir müdafiə edən bir oğul tapılmalıydı. Onlar da çıxdılar ortalığa. Allah onlardan razı olsun. Allah məqamlarını uca eləsin. Başımızı uca eləyiblər. Ondan sonra çox qaralmış üzləri parladıblar. Çox işlər görüblər. Vallahi çox işlər görüblər. İndi dünya səviyyəsinə qaldırıb baxdıqda görərsiniz ki, qələbə nə deməkdir? Qələbə bilirsiniz nədir? Qələbə bir sevincdir ki, heç vaxtı qəlblərdən getmir. Onu da xalqımıza gətirən bizim qəhrəman şəhidlərimiz olur. Arzusu ürəyində qalan bu gənc əsgərin solmuş baharı vətən yolunda. Bu nakam talihin qısa ömrün adını şəhid yazdılar məzar başında. O, dünyasında çox az bahar görür. Onsuz aylar, illər çox qəmli ötür. Bir payız səhəri gözlərin əbədi yumur, qopub ömrün yarpağı cavan yaşında. Hərdən onunla görüşürük rüyada. Deyir, bilirəm, yükün ağır oldu dünyada. Söz vermişdim qayıdacağam, yağışlar, qarlar yağanda. İndi bildim ki, bəzən yaşıl yarpaqlar da solarmış baharlarda. Məni bağışla ki, səni gözü yaşlı qoydum bu vəfasız yollarda. Dərdimlə səni də qocaltdım cavan yaşında. Bunlar hamısı qəlbdən süzülüb gələn incilərdir. O incilərdir, o çeşmələrdəndir ki, oradan ancaq ölən günümüzəcən biz valideynlərin qəlbindən qəmlər axar. O bulaqdan, qəmdən başqa bir şey atmaz. Amma yenə də deyirəm ki, elə bir qəhrəmanlıq, elə bir şücaətlik, elə bir cəsarətlik göstəriblər ki, mən özüm də hərdən özümə deyirəm ki, heç onların qəbrindəki tozu da ola bilməz. Onlar bunu bacardılar, onlar bunu etdilər, onlar bunu vətənin adını qaldırdılar, bu bayrağı uzatdılar. Allah onlardan razı olsun. Sənə mərd oğullar edər canını qurban, sən yeryüzünün cənnətisən Azərbaycan. Sənə oğlumun tabutuna bükülən bayraq, bir daha yenmə səmalarda dalğalan. Ulu torpaq, atalardan, babalardan yadigarsan. Sən qəhrəmanlar yurdusan, şəhid qanıyla yoğrulmusan. Azərbaycan, Azərbaycan, Azərbaycan. Azərbaycanımızın bütövlüyü və suvereniteti uğrunda canlı fəda eləmiş bacı və qardaşlarımıza Allahdan rəhmətlər diləyirəm. Allah